Azərbaycanda suyun qiyməti artacaqmı? Bununla bağlı da anonslar səsləndirilir. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun son çıxışı diqqət çəkib. O bildirib ki, ölkənin su ehtiyatlarının təxminən 70%-i xaricdən gəlir. Nazirin sözlərinə görə əsas problem yalnız su qıtlığı deyil, həm də suyun idarə olunmasıdır. Bu səbəbdən hökumət yeni su anbarları və su toplama sistemləri, həmçinin açıq torpaq kanallarının qapalı boru sistemləri ilə əvəzlənməsi istiqamətində layihələr həyata keçirir. Bu asılılıq gələcəkdə ölkə üçün risk yaradacaq. Azərbaycanda gələcəkdə suya qənaətlə bağlı sərt qaydalar tətbiq oluna bilərmi? Bununla bağlı danışan Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, Birləşmiş Millətlər Təşkilatının su problemləri ilə bağlı hesabatlarında sudan əziyyət çəkən və su riski ilə üzləşən ölkələrin sırasında Azərbaycan da yer alır. Burada söhbət şirin təsərrüfat və içməli su ehtiyatlarından gedir. Xəzər dənizi isə bu məsələdə istisnadır. Azərbaycanın ümumi su ehtiyatları əsasən Kür və Araz çaylarından asılıdır. Hər iki çay transsərhəd çay olduğundan bu ölkə üçün ciddi risk yaradır. Kür çayı Gürcüstan ərazisindən keçərək Azərbaycana daxil olur. Araz çayı isə İran və Ermənistanla sərhəd boyunca axır. Yəni suyun mənbəyində digər dövlətlər mənsəbində isə Azərbaycan yerləşir. Ona görə də ölkəmiz hər an risklə üzləşə bilər. Hazırki Kür çayı daşır, lakin bu bəzi dövrlərdə suyun səviyyəsi ciddi şəkildə azalması ilə də müşahidə edilir. Bunun əsas səbəblərindən biri qonşu ölkələrdə çay sularından geniş istifadə olunması, su anbarlarının və elektrik stansiyalarının tikilməsidir. Bu baxımdan risklərin azaldılması üçün suya qənaət rejiminin keçid edilməsi olduqca vacibdir. Burada əsas məqsəd və məsələlərdən biri də kənd təsərrüfatında istifadə olunan kanalların betonlaşdırılması və köhnə su xidmətlərinin müasir boru sistemləri ilə əvəz olunmasıdır. Belə addımlar suyun torpağa sızmasının və itkisinin qarşısını ala bilər. Eyni zamanda su ehtiyatlarının toplanması və səmərəli şəkildə idarə olunması da burada mühüm əhəmiyyət kəsb edir. Ekspert bildirir ki, gələcəkdə əsas risklərdən biri də Azərbaycanın sudan asılılığını azaltmaq üçün alternativ mənbələrə ehtiyac duyması ilə bağlıdır.